Prezident İlham Əliyev Laçında Həkəriçay su anbarının təməlini qoyub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verdi. Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Həmçinin su buraxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. Həkəriçay su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10,81 meqavat olan 3 su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur. Ölkə başçısı həmçinin Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq Ağbulaq 1, 14,25 meqavatlıq Ağbulaq 2 və 4 meqavatlıq Şeylanlı su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rızayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonasına çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Kiçik Qafqazın ölkə daxilində Tərtər çaydan sonra ikinci ən böyük çay hesabı olunan Həkəri çay və onun qolları olan Hoçaz, Şəlvə, Zabuq çayları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilib. Laçın rayonunun mürəkkəb dağlıq relyefində dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 meqavatlıq Ağbulaq 1 su elektrik stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Hoçaz çayı üzərində inşa edilən 14,25 meqavatlıq Ağbulaq 2 su elektrik stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şeylanlı su elektrik stansiyasında ildə 19,4 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.